Baxın. Bir xəmirdə hər ikisini edəcəyik. Çox dadlı, ləzzətli alınır. Həm də az ərzaqla. Çay qaşığı şəkər tozu, xörək qaşığı duz, bir xörək qaşığı, duru yağ, yarım stəkan duru yağ əlavə edirəm və bir stəkan qatıq əlavə edirəm. 2 xörək qaşığı alma sirkəsi əlavə edirəm. Üzüm sirkəsi də əlavə edə bilərsiniz. İsti sudur. İsti suyu içərisinə əlavə edərək xəmir yoğuracağam. Xəmir olmalıdır. Bərk xəmir olmalı deyil. Kündələrə ayırdım. 15 kündə alındı. Kündəni yaxşıca yayıram. Yəni gəldiyi qədər xəmiri dartıb uzadırıq. Kis vasitəsini əlavə edirik. Gəlin keçək kəsməyə. Gördüyünüz kimi 2 hissəyə ayırdım. Yenə qeyd edirəm xanımlar, niyə 2 hissəyə ayırmışam? Çünki burada 15 yuxa var. Mümkündür. Bu badam buraların içliyidir. Qoz və fındıqdan ibarətdir. Bu isə qoğalların içliyidir. Duzlu qoğal edirəm xanımlar. Yaxına gətirəm xanımlar, sizə də görün. Bu hissəsini, nahamur olan hissə tərəfə, baxın buradan belə edirəm, oyuq açıram. Bükürəm. Bu formada 2-3 xörək qaşığı içlikdən əlavə edirəm. Ağzını möhkəmcə bağlayıram. Yumru formada bastırırıq. Sonra çeviririk. 5 dəqiqə gözlədirik. Soba listinə yığırıq. 200 dərəcədə üzəri qızarana kimi bişiririk. Listi hazırdır xanımlar. Baxın. Çox gözəl alınıb da. Budur möhtəşəm qoğal. Və badam buralarımız xırtılsın. Göstəreyim xanımlar, baxın. Olun, like atın, abunə olun ki, gələn videolarımdan xəbərdar olasınız. Like atın ki, əziyyətim yerdə qalmasın, əziyyətimi dəyərləndirin.